Sonumuz ölümdür də, yoxluq deyil. Bir də dünya həyatındakı sonumuz ölüm. O kəslər ki, deyir, axirət yoxdur, Peyğəmbər yoxdur, Allah yoxdur. Doğrudan elə onlara veriləsi sualdır ki, niyə yaşayırsan? Nə mənası var? Öləcəksən, çürüyəcəksən, geçsən, torpaq oldu, çıxın. Sonra, o ləzzət, bu ləzzət sonu yoxluqdursa, adam o fikirləşən dəli olur. Bilirsən ki, lap bu ləzzətə duyuram, 70 illərdə yox olacaq. Bu nə həyat? Axı, adam istəyir ləzzəti əbədi bilsin ki, o ləzzəti dadacaq. Bir şey səndən, məsələn, çıxar ki, sənə verir 30 ildən sonra alacaq, görsən deyir ki, mənə həmişə deyir də bunu. İnsanın ruhu əbədiyyat teşnəsidir. Əbədiyyat axtarışındadır. Sən əbədi varlıqsın. Nə bitəcəksən, nə tükəncəksən, həmişə varsan. Ona görə bu mənada bunu anlayandan sonra, xilqətin hədəfini tutandan sonra, hədəf uğrunda addım atandan sonra heç məyus olmaq da lazım deyil. Niyə məyus olursun? Yolunuzu gedin, yaşamaq gözəldir, həyat gözəldir və ona görə gözəldir ki, insan hədəfinə tərəf gedir, hərəkət edir, hədəf də ki, Allahın özüdür.